Pərverdigar-ı aləm bu ayədə insanlardan təqva istəyir və onlara da nuraniyyət, furqan və bəsirət vədəsi verir. Bəsirət o nurdi, nuraniyyətdi insanda ki, hər zaman iki yolun ayrıcında dayananda, iki yolun ortasında qalanda düzgün yolu seçə bilsin. Əgər bir insanda bu qüdrət yaranıb və bu işıq var ki, insana yolu düzgün göstərə bilir, ona deyirlər bəsirət, ona deyirlər nuraniyyət. Əksər insanlar, Quran belə deyir, əksəriyyət, böyük əksəriyyət yolu seçə bilmir, özün ağıllı bilir, özün ağsaqqal bilir, özün böyük bilir, alim bilir, amma əməldə yolu düzgün seçə bilmir. Allah deyir ki, onun yolu var. Zorla, pulla, silahla, göz ağartmaqla, parmaq silkələməklə iş düzəlmir. Əgər istəsən yolu düzgün seçəsən, aqibəti görə biləsən, dostu tanıyasan, düşməni tanıyasan, işığı qaranlıqdan ayırasan, haqqı batildən seçəsən, nuru zülmətdən ayıra biləsən, deyir, onda onun yolları var. Əsas o yol budur ki, insanda bəsirət yaransın. Amillər var ki, insanda bəsirəti yaradır və gücləndirir. O amillər hədislərdə və Quranda bizə zikr olub. 3 dənə o amillərdən oxumuşuq. 4-cü amil ki, insanın bəsirətin gücləndirir. İnsan haramlarda, azğınlıqlarda özün saxlaya bilsin, yolu tapa bilsin, yolu düz gedə bilsin, istədiyi məqsədə çata bilsin. Belə şeylər üçün deyir, gərək səndə o işıq olsun. Necə maşında yol gedirsən, gecə yarısıdır, qaranlıqdır, yolu da birinci dəfədir gedirsən, sənə işıq lazımdır. Biz bir dəfə dünyaya gəlirik. Bu yol ki biz gedirik, bu ikinci dəfədir. İkincisi də olmayacaq. Bu yolu düz seçmək üçün, bu yolda azmamaq üçün, bu yolu tanımaq üçün, insan üçün işıqlar var, yollar var, yol göstərənlər var, peyğəmbərlər var. Bax, onları Allah göndərib ki, sənlə mən yolumuzu itirməyək. İtirdin, yolu tapanacan ömür qutardı. Əgər yoldan çıxdın, sən yolu axtaranacan, yolu tapanacan, bir də görərsən Cənab-ı Əzrail gəlib, deyir ki, buyur, baxdın qutarıb sənin. Onda da xahiş eləyəsən, nə bilim, yavaşca bir şey altdan, məsələn, ona
hörmət eləyəsən, onların zamanı orada qutardı dayı. Ondan iş düzəlməyəcək. Buyurur ki, o amillərdən ki, düzəldir, bəsirəti çoxaldır, biri təfəkkürdür. Təfəkkür, yəni o ki, insan fikirləşə, o ki, insan özün yaddan çıxartmaya, hətta Allaha da xidmət eləsə, hətta İslama da xidmət eləsə, hətta belə haqq yolda da olsa, özün yaddan çıxartmaya, özünə nəzarəti ola, otura fikirləşə. Əgər fikirləşməsə, o iş düzəlməyəcək, problem yaranacaq. Deyir, gücləndirir səndə bəsirəti. Əgər oturasan, hərdən bir fikir eləyəsən. Hədis belədir. Peyğəmbərimiz buyurur, İnnət təfəkkur həyatu qəlbil bəsir. O insan ki, onda bəsirət var, bəsirdir, görə bilir, seçə bilir, gedə bilir, deyir, təfəkkür bu insanın həyatın gücləndirir. Həyatında əgər təfəkkürü yadından çıxartmasa, oturub özünə fikirləşməsə, baxmasa gələcəyinə, buyurur o, çatmayacaq. Kəma yəmşi əl-mustanir fiz-zulümat bin-nur. Həzrət buyurur, necə bir adam qaranlıqda gedir əlində çıraq aparır, o qaranlıqda gedən adam çırağın işığı ilə yolu tapa bilir, buyurur, bax elə bu cürdür. Əgər insan bəsirət tapa bilsə, nuraniyyət yarana bilsə, içərisində o yəhdihim Rabbuhum bi imanihim. Yəhdihim Rabbuhum bi imanihim. Allah yolu hidayət edir ona. Necə əlində çıraq olan adam gedir, o işıqçı çıraq da var, insana yolu göstərə bilir, ayağının altını görür, deyir insanın daxilindəki iman, təqva, nuraniyyət, bəsirət insana yolu göstərir, gedib tapa bilir. Ondan sonra buyurur, fəəleykum bihusnit təxəllüs. Çalışın özünüzə nicat verin. Sonra çətin olacaq. Çalışın, indi çalışma vaxtıdır. İndi mümkündür. İndi ixtiyar əlindədir. İndi pul özündür, mal özündür, ev özündür, hər şey öz əlindədir. Nə eləyəcəksən elə. Fikirləşmə ki, məndən sonra deyərəm eləyərlər. Səndən sonra heç kim eləməyəcək. Deyir, bax, fəəleykum. Peyğəmbər deyir, tapşırıram sizə. Çalışın və qilləti tərəbbüs. Yubanmayın, tənbəlliyə vurmayın özünüzü. Hələ sabahları, hələ gələn ay, hələ gələn il, belə eləməyin. Bir də görərsiniz qutardı, onda peşman olarsınız. Mən talət, Əmirül-Müminin buyurur, fikrətu, hər kəsin fikri, təfəkkürü, oturub fikirləşməsi çox olsa, həsənət bəsirətu, bu insanın bəsirəti çoxalacaq. Ona görə Quran dəvət edir insanı fikir eləməyə. Baxın ayələrdə görün bizi dəvət eləyir fikirləşməyə. Məsələn, buyurur Rum surəsi 8. Əvələm yətəfəkkəru fi ənfusihim ma xələqəlləh əs-səmavati vəl-ərd və ma beynəhuma illə bil-haqq. Oturub baxmırsınız,
Görəsiz bu aləm yaranıb, nə üçün yaranıb? Məni gətiriblər bura, nə üçün gətiriblər? Məndən nə istəyirlər? Onlara heç fikirləşmirlər bunlar. Oturub belə şeylərə fikirləşmirlər. Gâşiyə surəsində belə buyurur. Buyurur, əfəla yənduru iləl ibili keyfə xuliqət və iləs səmai keyfə rufiət və iləl cibali keyfə nusibət və iləl ərdi keyfə sutihət bir sayır. Deyir, əfəla yəndurun, baxmırlar. Baxmaq burada bu gözünlə görmək baxmağıdır. Nəvər, nəzərə baxmaq mənasınadır. Amma fikrinlə, təfəkkürlə baxmaq mənasınadır. Yəni baxır, fikrinlə baxır, ağılla baxır, dərin baxır, başdan soğdu eləmir. Deyir, əfəla yəndurunə iləl ibili keyfə xuliqət. Baxmırlar ki, Allah dəvə yaradıb bunlara, dəvəni necə yaradıb? Nə üçün dəvəni əvvəldə deyir? Belə heyvan var, dəvəni nə üçün deyir? Çünki ərəbin hər nəyi var idi, dəvə idi. Dəvə o zaman ərəbin hər nəyi idi. Hər nəyi idi. Və başqa heyvanlarla da fərqli idi. Məsələn, bəzi heyvanların əti yeməlidir. Bəzi heyvanların südü yeməlidir. Bəzi heyvanları minmək olar. Bəzi heyvanlara yük satmaq olar. Dəvədə bunların hamısı var. Sonra deyir ki, dəvənin fərqi budur ki, dəvə uzun müddət yol gedir. Bir həftə, 10 gün yol gedir. 10 günün içərisində su olmasa, çörək olmasa, onun vecinə dör, gedir. Amma heç heyvan belədir. Heç maşın da belədir. Heç təyyarə də belədir. O gərək düşə yerə benzin vura biyaz. Amma dəvədə bu var. İstisna hallar dəvədə çoxdur. Ən çətin yollarda dəvə gedə bilir. Ən pis havalarda dəvə gedə bilir. Qumların içinə dizinəcən batır, amma gedir. Ona görə də çölün gəmisi deyirlər dəviyə. Ərəblərdə misal var, necə suyun gəmisi var. Çölün gəmisi deyirlər dəvədir. Onda xasiyyətlər var. Gözlərində, burnunda, ağzında bir pərdələr var ki, tufan da olsa bu yolun gedə bilir. Rahatçılıqla gedə bilir. Özdə o əzəmətdə heyvan, 12 yaşında uşaq da onu istəsə hara apara bilər. Amma başqa heyvanlar bu cürdür. Aram, sakit, 12 yaşında, 10 yaşında uşaq. Noxtasını ver əlinə, hara getsə o da ondan gedəcək. Deyir, baxın bunlara. Xilqətində də fərqi var. İndi mən dəvə barəsində hələ söz açmaq burada mümkündür. Ancaq məqsəd budur ki, deyir, baxın bunlara. Görün bunları kim yaradıb. Görün bunları nə üçün yaradıblar. Və ilə səmai keyfə rufiət. Baxın göy aləminə. Görün kimdir onları o əzəmətinə yaradıb. Fikirləşin bunların barəsində. Və iləl cibali keyfə nusibət. Baxın dağlara. Yeri balans eləyir, yer kürəsin. O əzəmətdə dağlar, onları yaradıblar nə üçün? Və iləl ərdi keyfə sutihət. Bax, Quran dəvət eləyir insanı baxmağa. Zalikəl ayat li qavmin yətəfəkkərun. Deyir, bax, bunlar əlamətlərdir. Kim üçün? Fikr eləyən, təfəkkür eləyən insanlar üçün.
Hər bir insan üçün yox. Ləalləkum tətəfəkkərun. Bunları göstərir tayin ki siz fikr eləyəsiniz. Dəvət edir fikr eləməyə. Həzrət buyurur, Peyğəmbər buyurur, rək'atan, xəfifətan, fi təfəkkürin, xeyrun min qiyam leylətin. Əgər bir insan gecə durur, 2 rəkət namaz qılır, amma fikrinlə, təfəkkürlə, aqibətinə baxır, keçmişinə baxır, əzəmətə baxır, əyilir əzəmətin bərabərində, fikrinlə namaz qılır, deyir bu 2 rəkət namaz, o birisi insan səhərəcən namaz qılır, amma təfəkkür yoxdur, deyir bu ondan yaxşıdır. Bu 2 rəkətin qiyməti ondan yaxşıdır. İmam Sadiq əleyhissalam buyurur, əfzəlul ibadə, ən yaxşı ibadət odur ki, idmanu təfəkkür, insan təfəkkürdə idman eləyə, məşq eləyə, bilə ki, nə cür təfəkkür eləyəcək, fillah və fi qudrətihi, Allahın barəsində, Allahın qudrətinin barəsində. Biz təkə təfəkkürü eşitmişik çox. Bu söhbətləri ki, Allah mən danışdım, bunların hamısını eşitmişik biz. Eşitmişik Peyğəmbər deyir ki, 1 saat insan fikir eləsə, nə bilim 70 il ibadətdən əfzəldir. Bunları eşitmişik biz. Müntaha təfəkkürü bilmirik nə cürdür. Mən çox adamla danışmışam, ya məndən soruşublar, görürəm ki, təfəkkürü bilmir ki, təfəkkür yəni nə? Nə cür fikirləşim? Fikirləşməyin mənası nədir? 1-2 dənə hədis mən istəyirəm bu barədə ərz eləyim. Miqdadı hamı tanıyır, Miqdad Peyğəmbərin sahabəsidir, özdə o 1 nömrəli sahabələrdən. Miqdad deyir ki, Əbu Hüreyrədən eşitdim, Əbu Hüreyrə dedi ki, təfəkkürü saə əfzəl min ibadəti sənə. Hər kəs 1 saat fikir eləsə, 1 ilin ibadətindən üstündür bu. Sonra deyir, İbn Əbbasdan eşitdim, İbn Əbbas da dedi ki, hər kəs 1 saat, hamısı bunlarda Peyğəmbərdən nəql edirlər. Əbu Hüreyrə deyir, Peyğəmbər belə dedi. İbn Əbbas deyir, Peyğəmbər belə dedi. İbn Əbbas deyir ki, hər kəs 1 saat fikir eləsə, 7 il ibadətdən üstündür. Sonra deyir, bir 3-cü sahabədən eşitdim, dedi, Peyğəmbər deyir, hər kəs 1 saat fikir eləsə, 70 il ibadətdən üstündür. Deyir, mən dedim, bunun hansı düzdür? 1 il, yoxsa 7 il, yoxsa 70 il? Deyir, getdim Peyğəmbərin yanına. Dedim, ya Resulallah, bir sual soruşmağa gəlmişəm. O da budur ki, bu 3 dənə sahabədən, bu 3 dənə hədisi eşitmişəm. Biri deyir 1 il, biri deyir 7 il, biri deyir 70 il. Həzrət bəzən vaxt olanda, imkan olanda, yadda qalmaq üçün əməldə də göstərirdi belə şeyləri. Hədislərdə bu cür şey çoxdur. Həzrət buyurdu ki, deyin Əbu Hüreyrə gəlsin bura. Getdilər, Əbu Hüreyrəni çağırdılar, gəldi, bəli ya Resulallah. Həzrət buyurdu ki, sən bu hədisi nəql eləyibsən, dedi, bəli, mən sizdən eşitdim, belə buyurdunuz, mən də nəql elədim. Həzrət buyurdu ki, sən nəyə fikirləşirsən? Necə fikirləşirsən? Deyir, mən fikirləşiyəm, o cür ki, Quran mənə deyib. Həzrət dedi ki, yaxşı, de görüm nə deyib? Dedi, Quran deyir, və yətəfəkkərunə fi xalqis səmavat vəl-ərd, Rəbbənə ma xələqtə haza batilən. Möminlər fikirləşirlər, yerin yaradılışında, göğün əzəmətində, baxırlar, ilahi bunları batil yaratmayıbsan. Deyir, mən belə fikirləşirəm. Həzrət buyurdu ki, sənin fikirləşməyin 1 ilindən bərabərdir.
O cür ki, sən fikirləşirsən bu barədə fikirləşən adamın bir saat fikirləşməsi bir ilinə bərabərdir, düz deyirsən. Sonra dedi, İbn Abbas'a da deyin gəlsin. Çağırdılar, Həzrət soruşdu, dedi, sən də bu hədisi deyibsən, bəli. Dedi, sən necə fikirləşirsən? Dedi, ya Rəsuləllah, mən fikirləşirəm ona ki, öləcəyəm, qəbrə gedəcəyəm, sual soruşacaqlar, elə belədir, ayrılacağam, ölümün vəhşəti, ölümün adı, onlar məndə qorxu yaradır. Onlara fikirləşirəm, məndə qorxu yaradır. Qorxu yaranandan sonra başlayıram özümü islah eləməyə. Başlayıram, özümü düzəldirəm. Həzrət buyurdu ki, sənin fikirləşməyin 7 ildən əfzəldir, düz deyirsən. Bax, bu barədə də əgər biri fikirləşsə, o 7 ildən üstündür onun bir saati. Çünki insanda təsir qoyur o. Bu 2. Üçüncü sahabəni çağırdı, ondan da soruşdu. Dedi, sən nə barədə fikirləşirsən? Dedi, mən əksərən fikirləşəndə özümü məhşərin səhnəsində təsəvvür edirəm. Fikirləşirəm ki, İza zulzilətil ərzu zilzaləhə, yer titrədi, qəbirdə yatanların hamısı durdu. Ona yəqin eləyirəm ki, belə olacaq. Elə ki, durdum məhşərdə, özümü təsəvvür eləyirəm ki, yaxşı mən sağa gedəcəyəm, sola. Mənim talihim nə olacaq? Mən cənnətə gedirəm, ya cəhənnəmə gedirəm? İş qutardı. 70 il dünyada eşidirdim. Elə bilirdim ki, mollalar özlərinə çörək qazanmaq üçün bu şeyləri çıxardıblar. Heç bu barədə fikirləşmirdim. Amma indi görürəm, yox, mən yetişmişəm, qiyamətdəyəm. 2 yolun ortasında dayanmışam, indi bilmirəm, məni bir yana aparacaqlar, ya o yana. Böyük bir arifdir, Allah rəhmət eləsin. Deyir, axır saatlarında şagirdləri onun başının üstündə oturub. Bir ömür şagird tərbiyə eləyib. Sonra deyirlər ki, ağa, nə hissi var sizdə? Mən görmüşəm belənci. Axır saatında bəzi böyük alimlər, o insanlar ki, 70 il, 80 il zəhmət çəkiblər, irfan, fiqh, təfsir, tarix, zəhmət, ibadət, axır saatlarında soruşublar, onların hərəsi bir söz deyib. Deyir, bundan da şagirdləri soruşdular ki, nə fikirləşirsən? Özünü necə hiss eləyirsən? Deyib, baxdı, dedi, elə bil ki, bir dənə meyvədir, onun sapağı ki var, ağaçdan sapı sallanıb, o yeyilib, az qalır ki, qırılsın. Külək əsir, bir belə əsir, onda bir yana tərpənir, bir də bir yana əsir, onda bir yana tərpənir. Mən bilmirəm ki, bir yana əsəndə qırılacağam, yoxsa o yana əsəndə qırılacağam, onu bilmirəm. 70 il irfandan sonra. Yəni Allahın fəzli, yəni Allahın kərəmi, yəni Allahın hidayəti. Bəzi adam görürsən elə 5 gündür başlayıb namaz qılmağa, deyir, day mənim nəyimdir? Mən elə qiyamətdə məlakələr hamısı qanətlərin açar deyər buyur. 5 gündür namaz qılıbsan. Yox, o cür deyir. Mənim namazım, mənim orucum məni bir yerə çıxarda, mən ona inanmıram. Bəzi şofirlər görürsən, maşını ilə şəhərdən çıxanda aparır, baxdırır. Deyirsən, niyə baxdırırsan? Deyir, bu maşını mənimdir, bilirəm. Bu maşın məni ora aparıb çıxartmaz. Mən maşınımı tanıyıram. Maşınım var. Uzaqdan baxan deyir, maşını var bunun. Amma bilirəm, bu maşın məni ora aparıb çıxartmayacaq.
Bax, belənçidir. Dedim, ya Rəsulallah, mən qiyamətdə özümü təsəvvür edirəm. Cənnəti, cəhənnəmi görürəm, indi bilmirəm məni hara aparacaqlar. Həzrət buyurdu, sənin belə fikirləşməyin 70 ildən də üstündür. Görürsən, bax, bizə öyrədir ki, adam nəyə fikirləşər. Əməllərin qoyar qabağına, görər bu əməl məni haracan aparar. Bir dostum var idi mənim, Allah rəhmət eləsin, dünyasını dəyişdi. Maşınla Ərdəbildən çıxıb gedir Tehrana. Təxminən yolun yarısında maşın ləngidi. Mən də oradaydım. Çağırdıq adam baxdılar, elədilər. Biraz yaxşı oldu, düzəltdi. İndi bu maşını usta gətiriblər, düzəldir. Bu öz-özünə mənə deyir. Deyir ki, mən çıxanda sədəqədə verdim ha. Bilmirəm niyə dayandıq. Mən də adətən soruşmaram belə şey, mənim nəyimə lazımdır, o nə qədər sədəqə verib. Mələ birdən nəcür-bicir oldu, ağzıma gəldi, dedim, nə qədər sədəqə veribsən? İndinin pulu ilə deyirəm mən, indinin pulu ilə. O oranın pulu, o vaxtın pulu ilə deyirdi. Mən indinin pulu ilə deyirəm. Dedi, mən 20 qəpik sədəqə verdim. Dedim, ay qardaş, niyə narahatsan? 20 qəpik səni buracan gətirib çıxardıbsan. İkincisi budur ki, deyir, işçi görürsən, öz işin aqibətin də fikirləş. O işçi görürsən, onun aqibətin də fikirləş. Bir nəfər gəldi Peyğəmbərin məhzərinə. Dedi, ya Rəsulallah, əzni, mənə məvizə elə. Belə şey var idi. Həm Peyğəmbərin zamanında var idi, həm imamların vaxtında var idi, həm böyük alimlərdən belə şeylər istəyiblər, bəzi insanlar gəlib məhzərinə alimin, deyib, bu iş üçün gəlmişəm, mənə bir şey de, bir cümlə de. Ya səfərə çıxanda, bəzən elə bizim də öz nəslimizdə belənçi var, indiki nəslidə. Görürsən, zəng eləyir, deyir, mən səfərə çıxıram, bir cümlə mənə nəsə de, muizə, hər nə istəyirsən, ancaq bir şey de. Biz özümüz də tələbələr eləyərdik bunu. Səfərə gedəndə böyük alimlərin yanına gedərdik, muizə istəyərdik biz. Deyərdik, məsələn, 10 gün gedirik səfərə, bizə bir şey de, 10 günü ona əməl eləyək biz. Belə şey pis deyirdi, Peyğəmbərdən də istəyirdilər. Bu gəldi Peyğəmbərin yanına, dedi, ya Rəsulallah, əzni, mənə məvizə elə. Həzrət baxdı, buyurdu, əməl eləyəcəksən. Adam bildiyindən artıq da soruşanda özünə zəhmət düzəldir. Mərhum Ayətullah Bəhzətdən soruşardılar ki, ağa, mənə bir şey de, əməl eləyim. Deyərdi, get bildi-güyə əməl elə. Elə o bir şeydir. O ki, eşidibsən, eşitdikləri və ged əməl elə. Eşidibsən, namaz vacibdir, get namazı qıl. Eşidibsən, namazı yaxşı qılarlar, get yaxşı qıl. Eşidibsən, namaz qutarcağın xanım Fatimə Zəhranın zikrini deyərlər, ged olarəm. Eşitdiyi əməl elə. Peyğəmbər bundan soruşdu, əməl eləyəcəksən, dedi, bəli. Bir də soruşdu, əməl eləyəcəksən, dedi, bəli. 3 dəfə Həzrət bundan soruşandan sonra Həzrət buyurdu, hər zaman istəyirsən, bir iş görəsən, qərar qəbul eləyəsən, onun aqibətində fikirləş. Gör, bunun aqibətində sənə cənnət verərlər, ya cəhənnəm verərlər. Bu işin axırı hara çəkər? Bəsündür. Ölənəcən sənin bəsündür. Yəni ki, insan ki bir iş başlayır, insan ki bir səfərə gedir, insan ki bir xidmət eləyir, insan ki təsmim tutur, qərar qəbul eləyir, o qərarda deyir, aqibətin fikirləş. Gör, bu qərarın axırı nə olacaq? Beyin işləsin, beyni sal işə,
Qoy ki, sənə mənfəət versin. Fikirləşməyin mənası budur. Əshab gəldilər Peyğəmbərin məhzərinə. Biri dedi ki, ya Rəsulallah, mən həmişə alverə başlayıram, axırda zərər eləyirəm. Niyə belədir? Başlayıram bir işə, axırda mən ziyan görürəm. O adamla ki, ticarət eləyirəm, axırda o məni alladır. Axırda başıma papaq keçir. Həzrət buyurdu, hər zaman istədin ki, alver eləyəsən, əgər qorxursan ki, o birisi tərəf səni allasın, onda 3 gün möhlət al. 3 gün. Denəm, mən bu evi sən satırsan, mən də alıram. Düzdür, bəli. Mənə 3 gün vaxt ver. Ged 3 gün fikirləş. Tez alver eləmə. Tez alver olarsan, sonra peşman olarsan, mənfəəti olmaz sənin üçün. İkinci söz budur. Həzrət buyurdu, sən 3 gün möhlət al, möhlət alandan sonra da əgər alveri elədin, özüvə haqq şərt elə. Deyirəm, mən şərt qoyuram ki, 3 gündə məsələn fikirləşəcəyəm. Əgər məsləhətim olmasa, alveri pozacağım səndən. Bu şərti qoy ondan. Əgər bu şərti qoysun, o sənə day kələh gələ bilməz. Ged otur fikirləş, ged ağlı işə sal, zərər gördün, onun nəticəsinə fikirləş, tələsmə. Tələsməsin, deyir, hər şey düzələr. Aqibətinə bax bunun. Bir arifdən soruşdular, dedilər, hikməti kimdən öyrənibsən? Sən ki arifsən, sən ki əhli hikmətsən, hikməti kimdən öyrəndin? Dedi, bir dənə görməyən insanla. Bir insanın gözü kör idi, görmürdü. Bir zaman ona baxdım. Ona baxdım, ondan hikmət öyrəndim. Dedilər, necə? Deyir, baxdım, gördüm, onun əlində ağac var. O ağacı vıra-vıra gedir. Vırır ağacı bir yerə. Yəqin bilir ki, orada problem yoxdur, ayağın qoyur ora. Şübhə eləyəndə dayanır. Mən başa düşdüm ki, hər iş belədir. Hər işdə gərək biləsən ki, bu işin aqibəti necədir. İşi qabaqcadan arayasan, elə ki, onu bildin, yaxşısın, pisin, onda sən düz qərar qəbul et. Peyğəmbərin bir işçisi var idi, Rəbiə adında. Həzrət bir gün 7 il Peyğəmbərə xidmət eləmişdi. 7 il Peyğəmbərə xidmət eləmişdi. Həzrət ona buyurdu ki, nə istəyirsən məndən? Hər nə istəyirsən de. Dedi, ya Rəsulallah, icazə verirsən, gedəm fikirləşəm. Həzrət buyurdu, icazə verirəm, get fikirləş. Getdi, səhərəcən fikirləşdi. Sabahları gəldi, dedi, ya Rəsulallah, mən səndən istəyirəm ki, Allahdan istə, məni sənlə bir yerdə cənnətə daxil eləsin. Mən onu istəyirəm. Ağa baxdı, buyurdu, kimi öyrətdi bunu sənə? Dedi, heç kim. Getdim, özüm fikirləşdim. Gördüm, əgər deyəcəyəm, mənə filan qədər mal ver, axır xərcləyəcəyəm, qutaracaq. Deyəcəyəm, mənə məsələn evlat ver, axır onun da ömrü qutaracaq. Əgər səndən özümə uzun ömür istəyəcəyəm, Allaha de mənə bir 50 il də versin, 50 il də o axırda qutaracaq, 100 il də olsa axır qutaracaq. Bunları fikirləşdim, bu nəticəyə gəldim, çatdım. Bildim ki, aqibət budur. Onu başa düşdüm. Deyir, ona görə mən səndən bunu istədim. Həzrət buyurdu ki, mən istəyərəm Allah.
yalvararam. Allah sənin məndən istədiyin hacəti versin, amma mən də bir şey istəyirəm səndən. O nədir? Dedi, ə'inuni. Nə? Dedi, kömək elə mənə bu işdə uzun səcdələrinə. Uzun səcdələrinə. Mən Allahdan istəyərəm. İnşallah da Allah qəbul eləyər. Amma sən bu işdə mənə kömək elə uzun səcdələrinə. Heç olmasa gündə bir vaxtından biraz ayır, namazdan sonra, sübh namazından sonra, sübh namazından qabaq. Bir qədər səcdədə qal Allaha, ibadət elə, alnı qoy səcdiyə. Axır bu torpağa gedəcəksən, qoyulacaq bu üz torpağa. İndidən biraz özün elə. Səcdənin xeyri var. Həzrət buyurdu, bax, bu işinə mənə kömək elə. İbn Ziyad Ömər Sədə hökm vermişdi. Hökm verdi İbn Ziyad. Ömər Sədə dedi, səni reyə hakim etdim. Bu da hökmü aldı, qoydu cibinə. Hazırlaşırdı İmam Hüseyin ağa, yetişdi Kərbəlaya. Hazırlaşırdı. Həzrət yetişdi Kərbəlaya, da bilirsiniz ki, necə oldu. İbn Ziyad çağırdı Ömər Sədi, dedi, o hökmü ki, mən sənə vermişəm, onu saxla cibində, indi ki, getməyibsən, hələ dayan, bu işi, rəhbərliyin verirəm sənə. Sən mənim adımdan ol bu qoşunun komanderi, get Kərbəlada Hüseynin məsələsin xətm elə, qutar, onu öldür, ondan sonra gəl, hökmü qoy cibə getirəyə. Dedi, bir gecə mənə vaxt ver. Tarix belə yazır. Dedi, bir gecə mən vaxt istəyirəm, möhlət istəyirəm. Getdi, bir gecə fikirləşdi. Amma fikr eləyəndə o içəridəki şəhvət var. Nə şəhvəti? Rəyasət şəhvəti, yemək şəhvəti, nə qədər sayırsan say. Hakimiyyət şəhvəti, bunlar gəldi bunun gözün tutdu. Qoymadı fikirləşə. Fikirləşirdi, görürdü ki, axırı nə olacaq. Hüseyni öldürməyin mənasını bilirdi. Ondan sonra yadına düşürdü ki, rey mülki cibimdədir mənim. Bu mənim cibimdədir, bəs bunu neyniyim? Axır o buna qələbə elədi. Axır o buna qələbə çaldı. Gəldi səhər tezdən, dedi ki, mən qəbul elədim. Ona görə deyir ki, ürəyi təmizdə, haramlardan çəkil, ol təqvalı, təqvalı fikirləşsən yolu tapacaqsan. Əgər İbn Sədin təqvası olsaydı, o gecə talihin düzəldərdi o. Hürr ibn Yazid ibn Riyahinin təqvasıydı ki, Kərbəlada onu bir yana ayırdı. O da otdu fikirləşdi. O da bilirdi Hüseyin ibn Ali kimdi. O da yolda İmam Hüseyin ağanın bərabərində öz leşşərinə, qoşununa imamət eləmədi. Dedi, Həzrət buradadır, hamımız ona iqtidə eləyəcək. Hüseyin olan yerdə mən də bir anda imamət eləyim, bu olmayacaq. O təqva vardı bunda. Çün o təqva vardı, fikirləşəndə yolun düzün tapa bilirdi. Kərbəlada Həzrət çıxış elədi, xutbə oxudu, dəvət elədi, o fikirləşirdi. Deyirdi, bu dəvətin aqibəti var. Bu əməlin aqibəti var. Aqibəti nə olacaq bunun? Bildi nə olacaq. Ondan sonra talihin ayırdı. O da deyir ki, bax, peyğəmbərlər gəlib, insanları islah eləyərlər. Elə ki, islah elədi, onda yaxşı olar.
Göz deyir heyvanda da var. Bir Arif'in sözüdür. Deyir qulaq heyvanda da var, göz heyvanda da var. O göz, o qulaq ki insanı aparar, həqqə çatdırar, o gözdə bəsirət var, insan gözüdür. Yoxsa heyvanlarda da deyir göz var. Heyvan da ayağının altını görür. Buyurur, nəticəsi belədir, aqibəti belədir. O şeylərdən ki fikirləşmək olar, biri də bahardır. İndi il köhnə il keçib, təzə il gəlib. Hədislərdə var, hər şeyin özünün bir baharı var. Müminin baharı nədir? Müminin baharı Novruz bayramıdır. Novruz bayramı müminə fürsətdir, bayramdır. Bir böyük insanın sözüdür bu, o deyir. Deyir, Novruz bayramında ki bahar gəlir, o bahar heyvanların bayramıdır. Çünki yer gövərir, heyvanlar yiyəcək qarnıdır. Əsli bayram onuncudur. Amma insana fürsətdir. Fürsət yaranıb, atanı ziyarət elə, ananı ziyarət elə, halallıq istə onlardan, qohum əqrəbanı gör, bayramlıq ver, ürəkləri şad elə, təbrik elə. Bu fürsətdir sənin əlüvə düşüb, sənə bayramdır. Hədislərdə var, deyir, müminin baharı qış gecələridir. Hədislərdə var, deyir, müminin baharı qış gecələridir. Uzun gecələr ibadət eləmək üçün, qısa günüzlər oruç tutmaq üçün qış müminin baharıdır. Nəinki yaz müminin baharı ola. Allahümme inna nes'elüke ve ned'uk bismikel azimil a'zam el-azzil ecellil ekrem ve bil Hüseyni ya Allah ya Allahu ya Allahu ya Allah ya Allahu ya Allahu ya İlahi əllərimizi naumid qaytarma. İlahi dualarımızı müstəcab elə. İlahi hacətlərimizi rəva elə. İlahi aqibətimizi xətmə bixeyr elə. Pərverdigara ölənlərimizə rəhmət elə. Pərverdigara ölən günə kimin ruzi halal bi minnət mərhəmət elə. Pərverdigara xəstələrimizə şəfa kəramət elə. Nəzərdə olan xəstələrə şəfa kəramət elə. İltimas dua deyənlərin hacətlərin rəva elə. İlahi müsəlmanlara izzət mərhəmət elə. İlahi müsəlmanların əmniyyətin pozanlara lənət elə. Pərverdigara müsəlmanların əmniyyətin pozanları zəlil elə. İşgal olunmuş torpaqları azad elə. Pərverdigara axir saətimizdə İmam-ı Hüseyin ağanın mübarək qədəmlərin başımızın üstündən əskik eləmə. Pərverdigara İmam-ı zamanımızın zuhurində təcil elə. İlahi Həzrətin cəmalinin ziyarətin hamımıza nəsib elə. Bihaqqi Muhammedin və alih və bil-Fatihəti mə'əs-sələvat.